Əziz və YouTube kanal izləyicilərimiz, deməli, bu evimiz yerləşir Masazırda mərkəzi yoldan Əliağa Vahid prospektindən 50 metr məsafədə. Bu evimizi istəsəz bir 7 otaq edin, amma belə bir həyətyan sahə verib ev yiyəsi, evin altıdır. Tam olaraq monolit betondur, mərtəbə arası dəyərli izləyicilər. Buradan qaraj kimi istifadə edə bilərsiniz. Yenə də oturub durmaq üçün həyətyan sahəsi qalır. Həyətyan sahəsində yay mətbəxi düşünülür dəyərli izləyicilərimiz. Hamam sanuzeli var. Bu evimizin 3 hamam sanuzeli var. İnanın ki, qiymət də çox möhtəşəmdir. 5 otaq 135 minə paket qupçalı. Mərkəzi yoldan cəmi hündür ərazidə özdə. Mərkəzi yoldan cəmi 50 metr məsafədə, bəlkə də 50 də deyil. Bura ikinci mərtəbəmizdir. Bir yataq otağımız, dəyərli izləyicilər. Bura qonaq otağımızdır. Bura düzələcək, yəni eyvanıdır. Bura mətbəximizdir. Hamam sanuzeldir, koridordur, mətbəxdir, tövridə stipoldur. Pilləkənlər tam mərmərdir, dəyərli izləyicilərimiz. Bura isə ikinci mərtəbəsidir. Bu bir yataq otağımız. Bura hamam sanuzelidir. Üçüncü hamam sanuzeli işi göstərirəm. Bura isə digər yataq otağımızdır. Bura yenə balkonudur, eyvanıdır. Bura isə digər yataq otağımızdır. Dəyərli izləyicilərimiz, siz inanın ki, yəni bu evin keyfiyyətinə görə, yerləşmə yerinə görə bu evi mən deyərəm ki, bir 20 min aşağı satırlar. Pol laminatdır, özü təmir işi çox gözəl görülüb. Çox möhtəşəm evdir. İnandırım ki, sizi bu ev qalmayacaq, tez satılacaq. Kim mərkəzi yola bu summada 135 minə paket qupçalı belə bir ev istəyirsə, gəlsin inşallah eviyyəsindən görüntüləyib. Real alıcılara indirim olacaq. Yetərincə həyətyan sahəsində yeri var. Bütün çornişləri də göstərəcəm sizlərə. Baxın, monolitdən səvayı beton rigerlər atılıb. Bura beton riger atılıb. Tam olaraq mərtəbə arası tam olaraq monolitdir. Fundamenti də çox qəşəngdir. Yarımçıq işlər var, görüləsi işləri var ki, onları da inşallah eviyyəsi qoyacaq. Trapı qoyulub. Kanalizasiya mərkəzidir. Suyu, qazı, işığı daimidir. Evin çöl görünüşünü buradan da göstərdim sizlərə. Bütün makler qardaşlar da yığışıblar, gəliblər. Xeyirli olsun qardaş. Gəliblər bu evi çəkiliş eləməyə. Çünki ev tez satılacaq. Münasib olan qiymətə evlər maklerlər tərəfindən kütləvi şəkildə çəkiliş olunur. Sağ olun, salamat qalın dəyərli izləyicilər.